7 il yumurtalıq polikistoz sindromundan əziyyət çəkən mənim toppuş gözəl həmləm ana olmağa hazırlaşır. Bugün 36-37 həftəyə çatmışıq, paketdən keçmişik və bugün NST yoxlanışımızdır. Çox sevinirik, çox xoşbaxtıq. Qeyd eləmək istəyirəm ki, folikullar çox zəif idilər, yetişsəydi, partlamağı bilmirdi. Hormonal problem var idi, borular iltihablı idi, genişlənmişdi və bağlı idi. Müalicəmiz olub il yarım və müalicədən sonra boruları da açdıq, hormonları normaya saldıq, folikulları yetişdirirdik və 4 dəfə folikul yetişdirdik, partladıq, həmləlik baş vermirdi. 2 ay fəsilə verdik, dedim ki, bütün müalicələri qutardı, gedisən gözləyirsən və testlə gəlirsən. Belə də oldu, qızımız gəldi testlə. Həmləliyimiz çox çətin keçdi, çox sevindik ki, həmləlik baş verdi, riskli keçdi, düşük riskimiz, laxtalama problemimiz, erkən doğuş riskimiz, ona baxmayaraq 36-37 həftəyə çatdıq. Sizi təbrik edirəm, qalıb sayılı günlərimiz, siz mamiçka olasınız. Çox sağ olun doktor, hər şey sizin sayənizdə oldu. Çox həkimlər gəzdim, amma bir nəticəsini tapmadım. Hər şey sizin sayənizdə oldu. Yaxşı ki, sizi tanımışam. Çox sağ olun. Hətta ilk dəfə gələndə qızımız dedi ki, mən hər yerdə demişdir ki, uşaq heç vaxt olmaz doktor, siz də o diaqnozu qoyursunuz mənə. Amma biz başladıq yoxlanışlara. Əməliyyat olmalısan, sənin uşağın olmayacaq falan. Mən də əlimi üzmüşdüm, yaxşı ki, sizi tanımışam. Gələndə ağlaya-ağlaya gəldin, sonra da sevindik, şükürlər olsun. Arzu edirəm ki, axıra kimi çatdaq və körpəylə sizi mamiçka ilə bir yola salaq. Sizə də qismət olsun, siz də belə sevinəsiz. Əlbəttə ki, 7 il heç kimdə olmasın, gedən kimi həmlə olub və ana olub, evlərimizdə sağ-salamat gedəsiniz. Sizi təbrik edirəm. Çox sağ olun doktor, Allah razı olsun.